Vaxtınız xeyir. Bugünlük 9-cu bölüm elektron cədvəllə başlayacağıq. Deməli, elektron cədvəldə nələr var olar deyək. Elektron cədvəl nə üçün istifadə olunur? Elektron cədvəl cədvəllərlə işləmək üçün geniş tətbiq olunan proqramlardan birincisidir bəlkə də və Microsoft Office paketindən daxildir. Demək, Microsoft Excel-in belə deyək, 9.1 bölməsində qeyd olunur. Əsas komponentləri, düsturlar, funksiyalar və ünvanlar haqqında. Deməli, biz başlayaq yavaş-yavaş biz Excel-i necə aça bilərik kompüterdə. Birinci baş menüdən tab açarıq. İkincisi, əgər tez başlatma zolağında Excel-i bərkətmişiksə, oradan çıxıldatmağı açarıq. Üçüncüsü, qısa yol varsa iş masasında oradan elə aça bilərik. Bir də hər hansı Excel faylı varsa, yəni ekranda həmin o faylı açmaqla oradan fayl bölməsindən yeni səhifə yarada bilərik. Excel proqramı iş səhifəsi, yəni ekran forması budur, yəni pəncərəsi. Deməli, nələr var? Birinci oradan başlayaq. Birinci buranı göstərir, xanadır. Xana sətirlə sütunun ki, bu sütun və sətir kəsməsində əmələ gələn, belə deyək, hissədir. Ən bəsit, ən sadə elementidir. Və bütün məlumatlar hər bir ayrı-ayrılıqda xanada saxlanılır. Əgər xanaya mən müraciət eləmək istəyirəmsə, ondan istifadə eləmək istəyirəmsə, o hökmən o xananı seçib, sonra klaviaturada nə lazımdırsa onu yazmaq lazımdır. İkinci aktiv xana. Aktiv xana məsələn buradır, burada verib. Aktiv xanada nə olur? Biz əgər həmin xananı seçiriksə, həmin xana olur aktiv xana. Seçmiriksə normal xanadır. Üçüncü xananın adı. Burada yuxarı hissədə hansı xananı seçirsənsə, onun sətir və sütun adı yazılır. Yəni biz indi bu xananı seçdiyimizə görə bu A sütununun birinci sətridir. Və sətr adları da yazılanda hökmən birinci sütunun adı yazılır, sonra sətr. Məsələn, B4, ABC, məsələn, 12. Yəni hökmən birinci hissə sütun, ikinci hissə isə sətr olmalıdır. Dördüncü gəlir düstur zolağı. Düstur zolağı haradır? Baxaq. Bu zolaqdır. Bura. Biz bura FX yazılıb qabağına da yaxından baxsaz. Biz ora ancaq düstur əlavə edə bilirik. Yəni hər hansı bir tutaq ki, xananın cəyərini tapırıq, ədəd ortasını tapırıq və s. və s. Düsturlar xananı seçəndən sonra burada yazılır. Beşinci sütunlardır. Yəni sütunların başlığıdır. Altıncı cədvəlin sətirləridir bu formada. Yeddinci hardadır? Yeddinci seçilmiş cədvəlin sütunudur. Hə, 7 ilə 5-in fərqi nədir? 5-də sütunların adı yazılır sətrə, amma 7 bütövlükdə sütunun özüdür. 8-cində səhifə haqqında məlumat verir, yəni iş vərəqləri haqqında. Neçə dənə vərəq var? Sheet 1, Sheet 2, Sheet 3. Onlar arasında keçidləri eləmək mümkündür. Həmin vərəqləri bir-birinə də əlaqələndirmək mümkündür. 9-cu sətirlərin yazıldığı, belə deyək, sıradır. Yəni, ona biz ancaq sətirlərin nömrəsini yazırıq. Başqa bitdi. Yəni, bu ümumi Excel haqqında məlumatlardır. Təbii ki, yuxarısındakı hissələrdə ən yuxarıda hissə başlığıdır. Bura tez başlatma zolağıdır Excel'in. Burada tabları haqqında məlumat verilir. Tablar da nələrdən ibarətdir? Bölmələrdən ibarətdir. Demək olar ki, burada çıxış və ekranın pəncəsini böyüdüb kiçiltmə hissəsidir. Ekran forması isə belə deyək, demək olar ki, Word-lə eynidir. Başlanğıc olaraq Excel-in fayl adı book 1-dir. Book 1. Word-də isə başlanğıc olaraq dokument 1 olurdu. Excel-də book 1-dir. Keçirik xanalar xanaların seçilməsi. Deməli, seçim əməliyyatını siçanla aparmaq olar. Hansı xanaya sıxıldadırıqsa həmin xana seçilir. Hər hansı sətrin nömrəsi sıxıldıqda bütün sətr seçilir. Məsələn, gəlib burada sətrin bu 13-cü sətri bassaq, 12-ci sətr, bütün sətrlər seçilir. Və yaxud i sütununa baxsaq, sütunun başlığına bütövlükdə sütun seçilmiş olur. Hər hansı sətr və sütun üzrə və ya düzbucaqlı blok daxilində bir neçə xananı seçmək həmin
xananın belə deyək, bütün düymələri seçilir. Bütün xanalar seçilir. Bunun üçün nə etmək lazımdır? Başlanğıc xanadan son xanaya qədər hamısını seçmək lazımdır. Sonra bir və bir neçə sütun, bir neçə müxtəlif fraqmenti eyni vaxtda seçmək olar. Bunun üçün isə kontrol düyməsini basılı saxlamaqla olar. Yəni kontrol basılı saxlayaraq sətir və sütunlardan bir neçəsini müxtəlif hissə-hissə seçə bilərik. Xanaya məlumat daxil edən zaman klaviaturdan tab düyməsini və yaxud sağa ox klavişi ilə sağ xanaya keçə bilərik. Enter və ya aşağı ilə isə yuxarı və aşağıya keçə bilərik. Daha doğrusu aşağıya keçə bilərik. Yuxarı ox ilə isə ancaq yuxarı qayıda bilərik. Sol o tərəfə oxulan ox ilə isə sol tərəfə keçə bilərik. Müəyyən hissəsinin seçilmiş xanalar qrupuna isə diapazon deyilir. Diapazon da qoşa nöqtə ilə ayrılır. Nöqtə vergüllə yox. Qoşa nöqtə ilə ayrılır. Məsələn, K12, B20. Bu o demək ki, K-nın 12-ci xanasından, yəni M-in 20-ci xanasına qədər olan bu arada qalan bütün xanalar düzbucaqlı formasında seçilir. Hə, məzmunu silmək üçün də təbii ki, delete düyməsindən istifadə olunacaq. Baxaq, görək burada başqa nə var? İndi dediklərimiz olsa proqram üzərində çalışacağım ki, göstərim. Gəlirim. Səhifədə problem varmı? 184, 185 yox, problem yoxdur. İndi burada həmin delin əməliyyatı burada yerinə yetirilib. Məsələn, bu sütunlardır. Bu, məsələn, seçilmiş xananın adıdır burada yazılıb. Daha sonra qiymətlər də yazılıb və salam belə. Keçək. Elektron cədvəldə biz verilənləri ədəd, mətn, tarix və sair kimi də seçə bilərik. Ona biz nə etməliyik? Deməli, gedirik Home tabına. Home tabına getdikdən sonra onun Number bölümü var. Number bölümündən biz Format Cells dialoq pəncərəsindən istifadə edə bilərik. Format Cells-i seçəndə orada bir neçə kateqoriya çıxacaq. Həmin kateqoriya ola bilər general. General yəni ümumidir. Yəni ümumi nə istəsək oraya yaza bilərik. Heç bir məhdudiyyəti yoxdur. Ədəd də, rəqəm də yaza bilərik. Number tipində ancaq biz ədədlər yazmalıyıq. Bu halda həqiqi ədədin kəsr hissələrində rəqəmlərinin sayını vergüldən sonraki rəqəmlərin sayını mərtəbələr qrupu və mənfi ədədlərin əks olunma qaydasında vermək olar. Yəni biz istəyiriksə ki, tutaq ki, vergüldən sonra neçə dənə ədəd olsun, onları belə yazmaq olar. Currency pul vahididir. Accounting bu da pul məbləğini göstərir. Short date bu qısa zamanı göstərir. Yəni tarixi məsələn 12.02.25. Long date isə adına qədər yazılır. Yəni 12 yanvar məsələn 2025 bu formada. Yanvarı sözlə yazır. Time tarix və vaxtın xanada ədədi ifadəsini qeyd edir. Bu halda vaxt cədvəl xanasında tipinə və dil standartlarına uyğun görünür. Percentage faizdir. Məsələn, percentage çevirsə o 100-ə vurub nəticəni faiz işarəsi ilə çevirəcək. Fraction isə kəsrdir. Yəni verilən ədədi kəsr formasında göstərəcək. Text nədir? Text isə mətindir. Yəni biz ora xanaya mətn yazmaq istəyiriksə, o zaman text tipinə çevirməliyik ya da general tipində saxlamalıyıq. Düsturlar. Təbii ki, hər bir məsələ, belə deyək, Excel-də hər bir hesablama düsturla yerinə yetirilir. Əgər nələrsə hesablamaq istəyiriksə. Və düsturlar da hökmən bərabər işarəsi qoyularaq başlayır. Yəni, düstur yerlicə xana seçilir və həmin xanada bərabərlik işarəsi yazılır ya da düstur sətrində yazılır. Klaviaturadan hesablama işarəsi daxil edilir və bunun ardınca növbəti xana çıxıldadılır. Yəni, toplama, çıxma, vurma, bölmə və s. və s. İndi, məsələn, burada verilib, yer karandaşı olan qiymətini tapmaq lazımdır. O zaman mən məbləğ hissəsində karandaşı istəyirəmsə, karandaşın qabağında həmin xananı seçirəm. Həmin xananın düstur xanasına, yəni Y3-ə yazıram bərabərdir. C3 vur D3. Niyə C3? Çünki xananın, yəni karandaşın qiyməti C3-dədir. Miqdarı isə D3-dədir. Mən 50 qəpiyə, 49 qəpiyə, 15 dənə karandaş alıramsa, təbii ki, onları bir-birinə vurmalıyam. Onun üçün də gəlir yazılır bərabərdir C3, D3. Enterə basan kimi də avtomatik cavab ekrana çıxır. İstinad. İstinad nədir? Düsturların kopyalanmasıdır. Yəni,
Hər məsələn 5-ci sətirdə olan düsturu mən 8-ci sətirdə də istifadə edəcəmsə, onu hər dəfə təkrar-təkrar yazmağa ehtiyac yoxdur. Yəni biz istinad edərək həmin düsturlarda digərlərinə keçirə bilərik. Deməli necə olur bu da? Kopyası köçürüləcək, xana seçilir, sonra siçanın göstəricisi istifadəçinin sağ aşağı küncündəki kiçik kvadrat üzərinə aparılır. Bu zaman göstərici plus şəklini alır. Və həmin o plusu da götürüb aşağı dartanda və ya sola sağa dartanda həmin düstur digər xanalara götürülür. Mütləq və nisbi istinadlar. Mütləq və nisbi istinadlar nədir? Deməli, üç cür istinad var. Mütləq, nisbi, bir də var, hətta qarışıq istinad. Deməli, nisbi istinadlar avtomatik olaraq dəyişir, yəni heç bir məhdudiyyəti yoxdur. Hər bir yerə köçə bilər. Məsələn, C3 D3 xanasındakı düstur daxil edilir. Mən bunu Y4-ə köçürmək istəyirəmsə, o zaman düsturda olacaq C4 D4 formasında. Nisbi istinadlar başqa ünvanına keçən zaman xananın ünvanları da, sətri də, sütunu da sərbəst şəkildə dəyişilə bilər. Nisbi ünvanları nümunə kimi deyə bilərək A1, D5, A1, D5, P7 və KK3. Gördüyünüz kimi sol tərəfdə sütun, sağ tərəfdə sətirlər yazılır. Mütləq istinad nədir? Mütləq istinadda isə xanadan asılı olaraq heç vaxt dəyişmir. Belə istinadlara isə mütləq istinad deyilir. Mütləq istinadın hansı belə deyək də, hər bir sətr və sütunun sol tərəfinə və yaxud qarşısına dollar işarəsi yazılır. Məsələn, bizim burada sütunumuz A idisə, A-nın soluna bir dollar işarəsi var. Sətrimiz A olduğu, 2 olduğunu görə 2-nin qarşısında dollar var. Qısacası, ancaq dollar sol tərəfdə olmalıdır ya da mərkəzdə olmalıdır. Yəni sağ tərəfdə dollar ola bilməz. Məsələn, C dollar, 3 dollar. Yəni bu yanlış formadır. Mütləq ünvanda 2 dənə hökmən dollar olmalıdır və ikisi də hər bir elementin sol tərəfində. Məsələn, burada KK-nın da solunda var, 3-ün də solunda var. Ona görə bu adlanır mütləq ünvan. Bir də var qarışıq istinad. Qarışıq istinad nədir? Burada isə bir dənə dollar olur. Ya sütunun qabağında, ya sətrin qabağında. Məsələn, A dollar 2. Mən burada bir də xətt çəksəm, sətrin üstünə arsam, görürəm ki, dollar sətrin qabağındadır. Bu deməkdir ki, həmin bu ünvanın sütunu B, C, D, Y ola bilər, digər, amma 2 heç vaxt dəyişə bilməz. Yəni həmişə 2 sabit qalacaq. Burada isə yenə xətti çəksəm dollar deyildi. Bu deməkdir ki, D heç vaxt dəyişməz. Bu D həmişə sabit qalacaq. Amma 7 dəyişib 8, 9, 10 ola bilər. Eyni şəkildə burada KK3-ə də aiddir və yaxud KT dollar 12 buna da aiddir. KT həmişə dəyişə bilər, amma 12 heç vaxt dəyişə bilməz. Bu nə vaxt istifadə olunur? Adətən sabitlərə vuranda. Məsələn, buradakı sual tipində 1 manat 8,161 TL-dir. Biz tutaq ki, karandaşın məbləğin liraya çevirmək istəyiriksə, o zaman manatdan onu həmişə liraya vurmaq lazımdır. Liranın da burada qiymətinin A1 xanasına bərkitdiyinə görə biz o zaman düstur yazarkən o zaman bizim miqdarımızı, yəni manatımızı həmişə sabit ədədə vurmalıyam. Sabit ədəd nə deməkdir? Heç vaxt dəyişməz. Yəni o zaman sətr sütununu dəyişməz eləmək üçün hər ikisinin sol tərəfinə dollar işarəsi atmalıyam. Mən bunu nə qədər sağa sola sürüşdürsəm də bu heç vaxt dəyişməyəcək. Diapazon məsələsi. Bu düstur, hə, deyir məsələn bu düstur F4, F6-ya qədər sürüklənir diapazona. Diapazon nədir? Xanalar qrupudur. F4, F6 xanalar qrupunda nələr var? F4 var, F5 var, F6 var. Yəni arada qalan bütün xanalar. Və yaxud elə bunun üzərində bir nümunə verim. Məsələn A1, yox ki B2 xanalar qrupu. O zaman nə var? A1 var, A2 var. Eyni zamanda B1 var, B2 var. Deməli 4 dənə xana var. Tutaq ki, bizə bu tipli sualların üzərində izah edeyim. Desə ki, məsələn, diapazonu verir. Həmin diapazonda neçə sətr var, neçə sütun var və ya neçə xana var. İndi ona baxaq. Məsələn, deyir ki, A2, tutaq ki, B5. Mən nə edirəm? Birinci sütunların sayını tapıram. Ona görə biz əlifbanın ingilis əlifbasını yaxşı bilməliyik. Çünki altdan onsuz çətin də sual tipi düşmür, rahat rəqəm hərflər düşür. Yəni başlıqlarda olan hərflərdən. Məsələn, A sütunu var, B, lap bunu da eləyək D sütunu. Qoy maraqlı olsun. Məsələn, A-dan D-yə qədər neçə sütun var? B var, C var, D-nin özünü də götürürük. Sütun sətr məsələlərində hamısını götürürük, 4 dənə. 2-dən 5-ə qədər hansı sətirlər var? 2, 3, 4, 5.
Bizim neçə sütunumuz oldu? 4 dənə sütunumuz oldu. Neçə sətrimiz oldu? 4 dənə. Bəs neçə xanamız oldu? Xananın da sayını tapanda 4 vurulsun 4 kimi hesablayıb 16-nı tapırıq. Beləcə. Biz bunu artıq tapdıq. İndi keçək görək başqa nə var, nələr üzərində izah eləyək. 9.1. Bəs də rahatdır. İndi bunu izah eləyək. Ondan sonra bəzi tip məsələlər var ki, onları da deyəcəyik. Elektron cədvəl əsas elementi nədir? Təbii ki, burada olacaq xana. Elektron cədvəldə sütunlar necə nömrələnir? Hərflərlə ancaq sütunlar. Neçə xana daxildir? Hə, yenə eyni tipli misal. A-dan C-yə bizim neçə sütunumuz var? Hər ikisi daxil olmaqla. A, B, C. Neçə sətrimiz var? 5, 6, 7, 8. 4 dənə sətrimiz var. Neçə xana daxildir deyirsə, o zaman 3-ü vuracaq 4-ə. Eləyəcək 12. Y variantı. Elektron cədvəlin vərəqində iki xana hansıdır? Xana dediyinə görə A1. Həm sətr, həm sütun götürülməlidir. Düsturu yazarkən də bərabər işarəsi olmalıdır. Mütləq istinad deyirsə 2 dənə dollar olmalıdır və sol tərəfdə olmalıdır. Ona görə biz götürürük C-ni. Y variantı yazılış var, amma səhv yazılıb. Sağ tərəfdən yazılıb. Nisbi istinad dolları olmayandır. Ona görə A variantı. Qarşıq istinad nədir? 1 dollar olan. Baxıb görürəm ki, B variantı uyğun gəlir, 15-in solundadır və D variantı da uyğun gəlir, Z-in solundadır. Vəssalam bu formada. Deməli, bir də istinadlarla bağlı bir iki məsələni izah edeyim. Məsələn, görək, deyir ki, məsələn, A4-də düstur yazılıb ki, C2, hətta dollar C2. Üstə gəl A5. Sıx 3. Bir A4'e yazılan düstur. A5 dedik də buna. Hə. Deyir B 3-ə köçürülüb. İndi mən nə edirəm? Bu tipli suallar belə yazılır. A nə edib? Bir xana irəliyə gedib. Sətr nə edib? Bir xana geriyə gedib. İrəliyə gedibsə müsbət 1 yazırıq, geriyə gedirsə mənfi 1 yazırıq. İndi eyni qaydanı tətbiq edirik dollarsızlara. Yenə deyirəm, bunu biz ancaq dollarsızlara tətbiq edirik. Ayrı-ayrılıqda sətr və sütun kimi baxırıq. Məsələn, C-ni mən dəyişə bilərəmmi? Yox. Çünki D-nin onsuz dolları var deyə A, B olub, amma C, D ola bilməz. Ona görə bu heç vaxt dəyişmir. Qalır dollar C. Amma 4, 3 olub. Bir vahid azalıb. 2-nin dollar olmadığına görə mən 2-ni 1 eləyə bilərəm. Yəni bir vahid azalda bilərəm. Üstəcə. Eyni qaydada. Burada dollar yoxdur. Deməli, ikisi də dəyişəcək. Mən A-nı B eləmişəmsə, burada da A-dan sonra nə gələr? B. 4, 3 olubsa 5 də 4 olar. Sərbəst hədlər, vurmalar isə heç vaxt dəyişmir. Yəni mötərizəli vura bilər, bölə bilər. Bu dəyişmələr ancaq sətr və sütunlu olan ünvanlara aiddir. Toplama, çıxma kimi verilən sərbəst hədlərə aid deyil. Eyni şəkildə vurma, bölmə kimi. Yəni belə tipli suallar dilin sevdiyi sual tipləridir. Sonra keçir 9.2 diaqramlar və onların elementləri. Elektron cədvəl proqramlarında modelləşdirmə, statistik verilərin əsasında proseslərin modelləşdirilməsi. Biz bu hissədə nələrdən danışacağıq? Diaqramlardan və onun növlərindən və nələr əlavə edə bilərik. İndi düzdür, burada normalda insert və home tabı da var. Sadəcə onlar haqqında demin kitabında məlumat verilməyib. Bu demək ki, oradan yəni sual gəlmə şansı çox azdır. Histoqram, yəni əsas burada nə verilibsə, təbii ki, ancaq buradan da düşə bilər. Diaqramlar nədir? Verilən məlumatların qrafik formada göstərilməsidir. Biz həmin verilən məlumatları diaqrama çevirərik, qrafik formasında göstərmək üçün və həmin diaqramı da biz hardan seçərik? Insert alətlər zolağının chart bölməsində yerləşən hissədən diaqramları seçə bilərik. Məsələn, insertin chart bölməsidir bu. Bunun içərisində bir neçə formada diaqram forması var. Sütunlu var, xətti var, dairəvi var. Bu da sütunlu sayılır, bar formasında sütunludur. Sahə forması, nöqtə formasında və dairə formada diaqramlar var.
Diaqramın özünün 3 dənə növü var. Histoqram, xətti və dairəvi. Histoqram zolaqlar şəklindədir. Məsələn, bunları deyə bilərik. Xətti düz xətlərin formasındadır. Bunu deyə bilərik. Və dairəvi də olan bunu deyə bilərik. Fərqi nədir? Dairəvi olan faizlə ifadə olunur. Xətti olan nöqtələri xəttlərlə birləşdirir. Histoqram isə uyğun formada sütunlar qaldırır. Məsələn, burada belə bir diaqram verib, həmin bu diaqramın sütunları qurula bilər. Şəkil 5-də məsələn, şəkil 5-ə uyğun diaqramları şəkil 6-da göstərilmişdir. Məsələn, burada qəbul planı ilə bağlı verilmiş hər hansısa bir nəticələrdir qruplar üzrə, 5 dənə qrup üzrə. Həmin o 5 dənə qrupun histogramı bu formada uyğun olaraq qurulub. İndi bəs bunun üzərində olan məlumatlara baxaq. Birinci qəbul planı burada yazılıb. Bu başlıq planıdır, başlıqdır. Yəni nəyin haqqında olduğu haqqında məlumatdır. İkinci qurulma sahəsidir, yəni bu diaqramın qurulduğu sahədir. Üçüncüsü legendadır. Legenda nədir? Burada kənarda uyğunluq formasında bizə məlumat verir, yəni aydınlaşdırma verir. Məsələn, qırmızı xana nəyi bildirir? Göy xana nəyi bildirir? Nə bilim, bənövşəyi xana nəyi bildirir? Bu sütunlar haqqında bizə məlumat verir. Bu adlanır legenda. Dördüncüsü isə təbii ki, bu oxlardır. Yəni ox işarəsi oxları bildirir. Beşincisi isə bizim sıralarımızdır, sütunlarımızdır. Yəni birinci sıra, ikinci, üçüncü bu formada. Diaqramın qurulması necə olur? Biz deməli, hər hansısa bir diaqramı belə deyək də qurmaq üçün həmin hissəni, həmin diapazonu seçirik. Diapazonu seçəndən sonra gedirik çart bölməsindən uyğun hansı diaqram formasını istəyirəmsə, adətən dairə olur. Onu seçirik və açılmış müvafiq variant seçilir və sıxılırlar. Avtomatik ekranda bu formada diaqram gəlir. Hə, orada dizayn, layout və format lentləri də açılır. Həmin onların üzərində isə biz diaqramın ölçüsünü dəyişə bilərik, nə bilim, adını dəyişə bilərik, formasını dəyişə bilərik. Yəni burada kənarda verib 2D formasında, 3D formasında göstərə bilərik. Sonra gəlir elektron cədvəldə modelləşdirmə görək. Hə, hər hansı məsələlərin riyazi olaraq həll olunması. Məsələn, bu silindrin en uzun hündürlüyü və otacağın radiusu hündürlüyünün verilməsi ilə onun həcminin hesablamasının modelləşdirilməsidir və konusun eyni şəkildə. Düsturu bilir. Təbii ki, bu qeyri-adi düstur deyil. 3də 1 pi r kvadratı h düsturudur. 3də 1 3də 1-dir. Pi-ni elə pi kimi verib. Bu hazır funksiyadır. İndi qaldı radiusun kvadratı. Vur h. Deməli, radiusu burada nə edib? Gətirib A2 sütun sətir xanasına yazıb, hündürlüyü isə B4 xanasına. Onun üçün mən radiusa A2-nin kvadrat yazmaq istəyirəm. A2 vur A2 və hündürlüyü də B4 kimi yazaram. Dollar işarəsinə baxaq. Çünki burada bizə şərtdə deyir ki, radius sabitdir, hündürlüyündən asılıdır. Onun görə radius sabit olduğuna görə A3 xanasının biz hər iki tərəfinə dollar qoyuruq ki, A2 xanasının heç vaxt dəyişməsin. Amma hündürlüyə biz dollar qoymuruq, çünki 10 dənə qiymət üzrə dəyişəcək və hər dəfə düsturu biz kopyalayanda həmin xana dəyişə bilsin deyə. Bu da onun nümunəsi. Rəqəmlər dəyişdikcə cavabın qiyməti də dəyişir. Diaqramda legenda neçə deməli sahəni bildirir? Legenda demişdik ki, sol tərəfdə olan hissədir. Deməli 3-ü bildirəcək. Excel cədvəlində chart hardan yerləşir? Insertdən yerləşir. Diaqramın tipləri hansılardır? Histoqramdır, dairəvidir və xəttidir. 2, 4, 6. Elektron cədvəl fraqmenti verilib. Nəyə əsasən qurulub? Baxıb görüm ki, 3 dənə hissədən ibarətdir. 3 dənə hissədən ibarət olan ancaq nə ola bilər? Yəni, stol o 1 ola bilməz. Təbii ki, ədədlərdən qurulur. Ona görə ya B sütunudur, ya C sütunudur. Forması dairəvidir. Ona görə A ilə D getdi. Nəyə əsasən? Məsələn, 1, 4, 8. 1, 4, 8 olsa, indi təbii ki, biri o birisindən 4 dəfə böyükdür, o birisi də o birisindən 2 dəfə böyükdür. Yəni, diaqramın forması isə baxıb görürük ki, bir-birinə demək olar ki, bərabərdir. Hər biri 120 dərəcəyə oxşayır təxminən. Ona görə də bu 1, 4, 8 olmaz. Onda diaqramın bir hissəsi çox kiçik olardı, biri orta, biri çox böyük olardı. Amma 19-10 təxminən bunu ödəyir. Ona görə dairəvi B2, B4. Çünki B sütunun ikinci elementindən B sütunun dördüncü elementinə qədər olan diapazondur. Olur B variantı. Diaqramda verilənlərin sırasını yerləşdirmək üçün nəzərdə tutulmuş və nəticələrin təhlilini əldə edilmişdir.
etmək üçün diaqram sahəsi nə adlanır? Qurulma sahəsi adlanır. Altıncı, sütunlu diaqram nədir? A variantını oxuyaq. Nisbi faiz desə bu təbii ki, üstə gedəcək. Çoxlu sayda verilən bölmə üç ölçülü və zolaqlı təsvirdə göstərir. Bu üstünlüyə gedə bilər. Verilənlərin müəyyən qiymətinə olan keyfiyyətin nisbətini müşahidə etmək xəttlərlə birləşdirilir. Bu olur xətti diaqram. Deməli, A da getdi, Y də getdi. Sütunlara isə digər məlumatlarla deyil, üç ölçülü və ya zolaqlarla göstərilir. C variantı doğrudur. Bəli, burada C variantı gedəcək. İndi baxaq Excel-də ümumiləşdiriciyə baxaq. Beləcə Excel bitdi. Excel-də deyir ki, deyirəm, hansı xana ünvanı ola bilməz? Dediyimiz qaydalar nəzərə alsaq, Y15 nisbi ünvanda olar. Bu mütləq ünvanda sol tərəfdə hesabda olarlar. Olan. Bu qarışıq ünvanda Y-nin solunda yazılıb. Bu da qarışıq ünvanda 15-in solunda yazılıb. Doğrudur. Amma B variantı səhvdir. Mütləq ünvan kimi göstərmək istəyirlər, amma dollar olan yeri sağ tərəfə yazılıb hər ikisi. Ona görə bu doğru deyil. Yəni B variantı səhvdir. Deyir D5 xanasında göstərilən əməliyyatı yerinə yetirin. Hə, sum funksiyası nə edir? Sum funksiyası toplamaqdır. B2-dən C4-ə qədər. Hə, indi gəlirik buna. B2-dən C4-ə qədər haradır? B-nin ikinci elementindən C-nin dördüncü elementinə qədər. Bax, biz buradan diaqonal çəksək, bu diaqonalı əhatə edən düzbucaqlı bizim diapazon adlanır. Yəni, bizim bu diapazon elementlərinin cəmini istəyir. 5, 2, 7, 14, bu da 7, 21, bu da 11. Gelir 32 diye variantı. Sonra yenə B3, hə burada nöqtə vergül qoyub. Nöqtə vergül qoyanda sadəcə elementlərin özünü götürürəm. B-nin üçüncü elementi, D-nin dördüncü elementi. Amma qoşa nöqtə qoyanda diapazon kimi hamısını götürürəm. Yəni diaqonal arasında qalır. İndi bizə də 6 ilə 4-ün cəmi eləyər 10. Deyir B3, Y9 neçə sütun daxil? Sütun deyəndə ancaq hərflərə baxıram. B, C, D, Y. Olacaq nə? 4 dənə. Sətir desəydi o zaman 3, 4, 5, 6, 7, 8, 9 götürərdim. Onda olacaqdı 3, 3, 7. Desəydi ki, neçə xana var, onda o zaman 7-ni 4-ə vurub 28 deyərdim. Sonra elektron cədvəldə yazılmış A5 xanasına yazılmış düstur C3-ə keçir. İndi A-dan C-yə keçibsə 2 vahid artıb, 5-dən 3-ə keçibsə 2 vahid azalıb. İndi eyni qayda tətbiq edirəm. Dollara dollar 5. Deməli, bu heç vaxt dəyişməyəcək. Heç biri. Ona görə 2 dollarlar var. A variantı səhvdir. 5, 3 olub. D variantı səhvdir. 6 olub. B variantı Y variantında yenə səhvdir. Amma C variantı doğrudur. A5 dollarlar olduğuna görə dəyişməyib heç vaxt. 2-yə vurmaq da sabit ədəd olduğuna görə vurma da heç vaxt dəyişmir. Sətirlər necə nömrələnir? Rəqəmlər forması ilə yuxarıdan aşağı. Excel cədvəlinə düstur kimi təyin edilə bilər. B, A variantı səhvdir, çünki bərabərlə başlamalıdır. C variantı səhvdir. X3 bərabərdir, yox, sadəcə bərabərlə başlayır. Qaldıq B, Y və D. D variantı səhvdir ki, birinci sətir sonra sütun gəlib. Sonra baxaq görək. B variantı səhvdir, 9 F2 ola bilməz. Əgər vurma kimi göstərmək istəyiriksə, burada hökmən vurma işarəsini bildirməliyik. Yoxsa 9 F2 kimi xana ünvanı yoxdur. Ona görə B səhvdir, amma Y variantı doğrudur. Bir də bölmə işarəsinə diqqət edin. Bölmə işarəsi həmişə bu formada bölünür, yəni slash işarəsi olaraq burada göstərildiyi kimi. Yəni bu formada bölmə yazılsa, o səhvdir. Əvvəlkilərin qəbulunda var idi, belə bir sual düşmüşdü. Bölmə işarəsini səhv qoymuşlar, amma heç kimə diqqət etməmişdim. İndi baxaq. Bu heç bunlar rahat suallardır. Bunu yəqin ki, baxacaqsınız evdə. İndi belə bir tiplə açıq suallar düşmədiyinə görə ətraflıya vaxt itirməyə dəyməz. Belə. Əslində proqramın özündə də göstərəcəkdim, amma sadəcə həmin göstərdiyim nümunələr burada olduğuna görə artıq avtomalara ehtiyac qalmadı. Nə hansı hissəni anlamasınız, təkrar soruşam. Bilərsiniz. Sağ ol.